Hamıya salamlar. Hələlik biz Excel funksiyaları ilə tanışdığımızı davam elətdiririk. Keçirik çalışma 7 vərəqinə. Əgər funksiyaya verilmiş arqumentləri sonradan dəyişmək istəsək, ya funksiya sətrindən, yəni bu hissədən, ya da funksiya daxil edilmiş xananın üzərində mausun sol düyməsini 2 dəfə sıxmaqla funksiyanın sintaksisi bizə göstərilir. Bu hissədən biz istədiyimiz dəyişikliyi edirik. Xanaya funksiya tətbiq edərkən bərabər işarəsi daxil etmək lazım deyil. Mötərizədə funksiyanın arqumentləri göstərilib. Demək, arqumentlər bir-birindən nöqtəli vergüllə ayrılır. Əgər funksiyanın dialoq pəncərəsinə keçmək istəsək, formul vkladkasındakı Vstavit funksiya, bu Fx düyməsi sıxılmaqla, yaxud Shift F3 düymələri sıxılmaqla həmin pəncərə çağırıla bilər. Shift F3 düymələri sıxılmaqla pəncərə çağırıldı. Xananın redaksiyası başa çatdıqdan sonra ya Escape, ya da Enter düymələri sıxılmalıdır. Funksiya olmayan xananı qeyd etsək, Shift F3 düymələrini sıxsaq, Master funksiya pəncərəsi açılır. Hardan ki biz bu xanaya funksiya tətbiq edə bilərik. Kateqoriya üzrə funksiya seçilə bilər və yaxud poisk sətrinə, gördüyümüz bu sətrə funksiyanın adı daxil edilə bilər. Axtarış üçün funksiyanın adı bu sətrə daxil edilə bilər. Bu axtarış dəqiqlik tələb edir. Yəni funksiya adını dəqiq bilməlisiniz. Məsələn, sum funksiyasını axtarırıq. Poisk sətrindəki bütün məlumatları qeyd edirik. Delete düyməsini sıxırıq və yaxud birbaşa həmin məlumatların üzərinə funksiyanın adını daxil edirik. Daha sonra N2 düyməsini sıxırıq və bizim axtardığımız funksiya gördüyümüz kimi qeyd edilir. Bu belirti funksiya hissəsində gördüyümüz kimi axtardığımız funksiya qeyd edilir. Axtarış zamanı istədiyimiz nəticə alınmaya bilər. Yəni belə hallar mövcuddur. Funksiyanı qeyd edib OK sıxırıq. Əgər bir neçə diapazonu toplamaq lazımdırsa, bu zaman çislo 1, çislo 2, yəni çislo 1, çislo 2 sətirlərində hər bir sətrə yeni diapazon daxil edirik. Beləliklə, funksiyalarla nəzəri cəhətdən tanış olduq. İndi isə gəlin bu çalışmanı yerinə yetirək. Bizə lazımdır illik satış həcmini ədədlə hesablamaq. İlk olaraq bu sütunun birinci xanasını qeyd edirik. Gördüyümüz kimi Excel yaradıcıları tez-tez istifadə edilən funksiyaları kateqoriyalara ayırıblar. Bu avtosumma kateqoriyasının kənarındakı oxu sıxdıqda siyahı açılır. Burada digər funksiyalar da var. Avtosumma düyməsini sıxırıq. Bu zaman Excel rəqəm daxil edilmiş qonşu xanaları qeyd edir. Xananın redaksiyasını başa çatdırmaq üçün Enter-i sıxırıq. Burada qeyd edilmiş diapazon fiksasiya edilməyib. Yəni biz bu funksiyanı sütunlar üzrə kopyalaya bilərik. Funksiyanı sütun üzrə kopyalayırıq. Daha sonra cədvəlin digər sütunlarını da hesablayaq. Bizə lazımdır ki, biz kvartallar üzrə satış həcminin orta, minimal və maksimal həcmini təyin edək. Kvartallar üzrə satışın orta həcmini müəyyən edək. Bu sütunun birinci xanası qeyd edilir. Avtosumma kateqoriyasından sredniyə seçilir. Bu zaman biz görürük ki, Excel funksiya arqumenti kimi qonşu məlumat daxil edilmiş xanaları qeyd etdi. Lakin biz görürük ki, burada illik satış həcmi də hesablanacaq diapazona əlavə edilib. Bu isə bizə lazım deyil.
Çünki bu zaman bir növ bu məlumatların 2 qat toplanması baş verir. Belə hesablamalar apararkən diqqətli olmaq lazımdır. Cəmlənəcək diapazonun kənarında punktir xətt əmələ gəlir. Biz kursoru əgər bu punktir xəttin kənarına yaxınlaşdırsaq, kursor belə bir görüntü alır. Bu zaman mausun sol düyməsi sıxılmamalıdır. Bizə lazım olan diapazonu funksiyaya arqument kimi vermək üçün kursoru kursoru bu diapazonun mərkəzinə gətiririk, daxilinə gətiririk. Bu zaman mausun sol düyməsini sıxıb istədiyimiz sahəni, diapazonu qeyd edirik. Funksiya arqumentləri və yaxud funksiyanın arqumentləri daxil edilmiş mötərizənin daxilində buradan məlumatı silib istədiyimiz diapazonu daxil edirik. Bizə lazımdır F4 Y4. Xananın redaksiyasını başa çatdırmaq üçün Enter-i sıxırıq. Daha sonra minimal və maksimal sütunlarını analoji qaydada hesablayırıq. Birinci xananı qeyd edirik. Avtosumma kateqoriyasından minimum seçirik. Xanaya min funksiyası tətbiq edilib. Diapazonu buradan dəyişirik. Daha sonra maksimal sütununu hesablayırıq. Maksimum qeyd edirik. Xanaya max funksiyası tətbiq edilib. Diapazonu dəyişirik. Enter-i sıxırıq. Funksiyanı sütunlar boyunca kopyalayırıq. Videonu layiklamağı, kanala abunə olmağı unutmayın. Sağ olun.